Hər kəsə salam. Belə bir romantik giriş eləmək istədik. Bugün sizi çox gözəl, çox mənzərəli yerə gətirmişəm. Sizlə bir yerdə buradan bir vlog bölüşmək istəyirəm. Əslində canlı yayımda birlikdə olmuşuq. Bir də istədim görməyənlər üçün video paylaşım. Gördüyünüz kimi Şəhriyar orada manqal hazırlayır, kabab çəkir. Mən də sizə evi gəzdirmək istəyirəm. Bura zal hissəsidir. Divan, kreslo, mətbəx, oturub yemək yemə masası buradadır. Çox hündür, çox geniş, çox rahatdır. Bura WC-dir, ayaq yolu. Bir dənə spalni aşağıda var. 2 nəfərlik taxt və şkaf. Taxtın altında çox qəşəng işıq yanırdı bu arada. Belə gözəl dizayn edilmiş bir pilləkənlər var. Qalxır yuxarı mərtəbəyə. Bir də onu qeyd eləmək istəyirəm ki, həm yuxarıda, həm aşağıda kondisioner var. Qalxaq yuxarı. Yuxarıdan həm çölün mənzərəsini, həm dağ mənzərəsini, həm həyəti, həm də oturma yerini görmək olur. Çox qəşəngdir. Burada ikinci otaqda arxa tərəfə baxır. Burada da kravatın altında işıqlandırma var. Həm kombisi var, həm kondisioner var. Yəni hər cür rahatlıq fikirləşilib də. Sonra gəldik, süfrə qurduq. Şəhriyar samovar çay dəmləmişdi. Bu video çəkildiyi gün keçən həftə idi. Şəhriyarın ad günü idi bu arada. Şəhriyar burada zontiki qurur. Biz birlikdə uşaqlarla süfrəni hazırladıq. Şəhriyar çəkdik, kababı gətirdik. Gözəl bir yemək yedik. Bu anda da canlıdaydıq. Bu kadrlar da əslində oradandır. Gördüyünüz kimi Şəhriyar hələ də zontiklə əlləşir. Alındıra bilmir. Aha, şükür Allaha. İndi oradan baxıb özünü tərifləyir ki, görün necə gözəl qurdum zontiki. Məryəm də dayanmır, dayanmır. Ya deyinir, ya yeyir, ya deyinir, ya yeyir. İndi Şəhriyar gələcək badımcan əzməsini düzəltməyə. Badımcanları Şəhriyar kabab çəkəndə közə qoymuşduq. Qəşəng qabıqlarını soyduq. Mən də əlimin duzunu qatdım əzməyə. Bu arada bunun içinə sarımsaq sosu da qatmışıq. Çox dadlı olur. Sonra oturduq. Sizlə bir yerdə canlıda yeməyimizi yedik. Şəhriyar həmişə kimi deyinir. Mən də pişiyi axtarırdım ki, yemək verim. Sonra təbii ki, uşaqlar kömək elədilər. Süfrəni yığışdırdılar. Mən də qabları yumağa gəldim. Daha sonra uşaqları səbirsizliklə gözlədiyi o an gəldi. Axır ki, hovuz. Siz Allah, Şəhriyarın hovuza düşənə qədər bizi yalvartmağını özünüz canlıda gördünüz də. Deyirəm, tullan, deyir, qorxuram. Deyirəm, tullan, deyirəm, qorxuram. Və nəhayət ki, tullandı. Güya balıqlama tullanacaqdı. Düzünə tullandı. Uşaqlar da hamısı yapışıblar ki, ata gəlirik, qucağıva götür bizi. Üzə bilmirdilər. Birazdan mən gələcəm. Hələ ki, burada uşaqlar Şəhriyarın üstünə tullanmağa çalışırlar. Bu nə viddi Şəhriyar. Daha sonra mən gəldim. Mən də qorxdum tullanmağa açığı. Ona görə belə gəldim yavaş-yavaş. Sırf uşaqları üzməyi öyrətmək üçün gəldim. Mənim su ilə çox da aram yoxdur açığı. Gördüyün kimi uşaqlar mən tərəfə tullanmağa başladılar. O sırada biz həm də canlıda olduğumuz üçün mən qaçdım telefona tərəf. Sonra Məryəmə mən deyəsən, yoxsa Rabiəyə Şəhriyar üzməyi öyrətdi. Əsnada Şəhriyar putulka taxmışdı. Əsnad özü üçün rahat üzürdü. Bizim Peak House-dan vlogumuz bu qədər. Evin səhifəsini aşağıya etiketləyirəm. Bizdən gələnlərə böyük ehtimal endirim də eləyəcəklər. Gəlin siz də çox gözəl mənzərəli yerdə istirahətinizi edin. Hələlik.